İmam Hüseyin əleyhissalamın Kərbəla məktəbi Mədinədən başladı, Mədinədə qurtardı. Bunu demişəm sizə. İmam Hüseyin əleyhissalam və onunla olanlar Mədinədən Məkkəyə getdilər, Məkkədən Kərbəlaya gəldilər. Kərbəlada Aşura günü olanlar oldu, sonra əsirlər gətirildi Kufiyə, Kufədən Şamə, Şamdan yenə Mədiniyə. Əlbəttə, burada bəzi alimlər deyir Şamdan Kərbəlaya, sonra Mədiniyə, bəzilər deyir ki, birbaşa Mədiniyə. O mənim üçün bugün önəmlidir, ona görə onun üzərində dayanmayacağım bugün. Deməli, İmam Hüseyin əleyhissalamın karvanı başlayır Mədinədə, qurtarır Mədinədə. Amma bu bir müddət ki var, təqribən Rəcəb ayının sonlarından, Şaban ayının əvvəlindən başlayaraq, Şaban ayı, Ramazan ayı, Şəvval ayı, Zilqədə ayı, Zilhiccə ayı, Məhərrəm ayı və Səfər ayı. Təqribən bu 6 ay müddəti əhatə eləyən bu hadisəni biz məqsədinə görə, hədəfə görə 3 hissəyə bölə bilərik. Baxın, gör nə dedim, bilə-bilə dedim, məqsədinə görə, hədəfinə görə. Sən hər hansı bir hadisəni müxtəlif prizmadan baxıb, müxtəlif baxışla baxıb, müxtəlif yanaşma ilə baxıb, müxtəlif hissələrə bölə bilərsən. Amma bizim bu günləri danışmaq istədiyimiz mövzu İmam Hüseyin əleyhissalamın Kərbəla məktəbində İmam Hüseyin karvanının getdiyi Mədinədən Mədiniyə olan 6 aylıq müddətdən məqsədə görə 3 hissəyə bölürük. Birinci hissə İmam Hüseyin əleyhissalam Mədinədən Məkkəyə, Məkkədən Kərbəlaya. Bu bir hissə. İkinci hissə Kərbəladan Kufə, Şam. Bu ikinci hissə. Üçüncü hissə isə Şam, Kərbəla və yenə Mədinə. Bu 3 hissənin üçünün də əzizlərim məqsədi fərqlidir. Hədəf fərqlidir. Birincidə məqsəd, birinci hissədə məqsəd dini yaşatmaqdır. Şəriəti yaşatmaqdır. Allah kəlməsini ucaltmaqdır. Dini uca tutmaqdır. Birinci hədəf budur İmam Hüseyin əleyhissalamın hədəfi. Ona görə mən İmam Hüseyin əleyhissalamın bir neçə kəlamını sizə oxuyum. Özünüz də görün ki, həqiqətən İmam Hüseyin əleyhissalamın məqsədi Aşura gününə qədər yalnız və yalnız budur ki, Allah kəlməsi uca olsun. İnsanlar bidətdən dinə qayıtsınlar. Peyğəmbər sünnəsinə qayıtsınlar sallallahu aleyhi və aleyhi. Bir kəlam ki məşhurdur, bunu dəfələrlə eşitmişsiniz. İnni ləm əxruc əşirən və la batirən və la mufsidən və la zalimə innəmə xərəctu li tələbil islah fi ümməti cəddi ən amura bil ma'ruf və ənha anil münkər və əsirə məsirə cəddi və əbi Ali ibn Əbi Talib aleyhissalam. İmam Hüseyin əleyhissalam buyurur ki, mən xudpəsənlik, zülüm yaymaq, fəsad eləmək, kiməsə əziyyət vermək, bunlara görə mən xaric olmamışam Mədinədən. Yalnız və yalnız mənim istəyim cəddimin ümmətində islahdır. Cəddimin ümmətində islahdır. Nə vaxt deyirik ki, islaha ehtiyac var, islahata ehtiyac var? O zaman ki, fəsad olanda, artıq Həzrəti Rəsulullah sallallahu aleyhi və alihi və səlləmin vəfatından 50 il keçib, amma müsəlmanlar dinin həqiqətindən uzaqlaşıblar, Peyğəmbər sünnəsindən uzaqlaşıblar, bidətlər baş alıb gedir, halal-haram aləmdə bir-birinə qarışıb. Ona görə İmam Hüseyin əleyhissalam deyir ki, bəli, mən cəddimin ümmətində islahat aparmaq üçün çıxmışam. Hansı yolla eləyəcəm bunu? Əmr be mərufla, nəhi anil münkərlə və cəddim Rəsulullahın, atam Əlinin yolun getməklə. Bu bir kəlamı açıq-aşkar göstərir ki, İmam Hüseyin əleyhissalamın məqsədi dini yaşatmaqdır, şəriəti yaşatmaqdır. İnsanların dinlə və şəriətlə yaşamalarını təmin eləməkdir.